Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Zərdüştü dinindən gəldiyi qeyd olunur. Novruz bayramı yazın gəldiyi bərabərliyi günündə martın 20-si, 21-i və 22-sində qeyd olunur. Kösə və keçən yaz atributlarıdır. Keçən qışı kösə isə yazı ifadə edir. Azərbaycanda adətə görə göyərdilən səməni yazın gəlişini, bolluk, bərəkət və əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərdərək gələcək təsərrüfat ilinə bolluk, bərəkət arzulanmış, ot qalamaqla bayramda hər həftə çərşənbə axşamı od qalamaqla və mahnı, nəğmə qoşmaqla öz etiqadını günəşə, oda və ateşə olan inamını ifadə edir. Bütün bunlar Azərbaycanda İslamın çox-çox əvvəl olan adət-ənənələrin, şərqin qədim ənənələrinin davamıdır. Novruz bayramında xüsusi şirniyyatlar bişirilir. Çərşənbə və bayram poğaçası bu şirniyyatlarla bəzədilir. Novruz bayramında bu şirniyyatlar bişirilir. Qoğal, şəkərbura, badambura, paxlava. Hər bir şirniyyatlar səmər cisimlərinə bəzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzlarını təxəyyül edir. Birinci çərşənbə su çərşənbəsidir. Yəni bahara doğru çayların kənarındakı buzlar əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş ıslanmağa başlayır. Qızlar bulaqlardan şirin, sərin su gətirərdilər. Evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar. İkinci çərşənbə od çərşənbəsidir. Ona görə ki, günəşə doğru yavaş-yavaş odu qızındırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qaldırılır. Hər ailə üzvü öz adına bir şam yandırılır. Xonçalar bəzənilir. Üçüncü çərşənbə yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzə çıxmış yaza həsrət gülləri tərpədir. Tumurcaqlanan ağacları yellədir. Dördüncüsü isə torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla, kötanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar səməni, saxla məni, ildə göyərdərəm səni deyib buğday sadardılar. Novruz bayramınız mübarək olsun! Evde yana xoş ətir yayılır bu şirin